A bərabərdir 2 üstü n vurulsun 3 üstü n plus 2 və B bərabərdir 2 üstü n plus 1 vurulsun 3 üstü n olarsa deyir. Olarsa əkop AB bölünsün əbob AB-ni kəsrinin qiymətini tapın deyir. Bərabərdir nəyə müəllimlər? Suala. İndi A-nın yerinə nə qoyacağam? A-nın yerinə nə verilib müəllimlər? 2 üstü n bu nə deməkdir? 3 üstü n vurulsun 3-ün kvadratı deyilmi? Üstlər olanda üstlər toplanılıb da. Mən də belə yazdım. Yaza bilərəmmi belə? Bəli. A-nın yerinə yazıram 2 üstü n. Baxın, 3 üstü n vurulsun 3-ün kvadratı. 3-lər eynidirsə, onda vuraqdırsa, üstlər nə olur? Toplanılır. Mən də bunu ayrı şəkildə belə yazdım. İndi yazdıram. 3 üstü n 3-ün kvadratı. B-yi necə yazdıram? 2 üstü n vurulsun 2 vurulsun 3 üstü n. Müəllim, 2 üstü n plus 1-i yazıram 2 üstü n vurulsun 2 şəklində. Vurulanda eynidirsə, üstlər nə olur? Toplanılır. Yazdım bu şəkildə və mötərizəni bağlayıram, həmçinin əbobu da bu qaydada eləyirəm. Yazıram 3 üstü n 3-ün kvadratı, 2 üstü n 2 vurulsun 3 üstü n-ə bərabərdir. Bərabərdir. Əkobda nə edirik müəllimlər? Birini bütöv götürürük. Birini bütöv götürürük. Ürəyiniz hansını istəyir? Birini bütöv götürün. Məsələn, mən bunu bütöv götürdüm. Bu birisində də, bax bu qırmızıladığımda da, bunda olmayanı götürün. 2 üstü n var, 3 üstü n var. Nə yoxdur müəllimlər? 3-ün kvadratı. Olmayanı da nə yazıram? 3-ün kvadratı 9 eləmirmi? Olmayanı vur yazıram. Belə yazırdıq da əkobda. Birini götürürsünüz. O birisində də bu birisində olmayanı götürürsünüz. Əbobda da hər ikisində. Müəllimə, burada bu yoldan istifadə etmək olar. Məsələn, əkobdur, əkobdursa üstü böyükləri götürməliyik də. Birbaşa elə yazılır. Aha, elə də düz alınırsa o yolla gedin. İndi bura bax. Məsələn, 3 üstü n plus 1. Aha. İndi bura baxın. 2 üstü n hər ikisində var. Əbobda n-ləri götürürük də. 2 üstü n-i götürürəm. 3 üstü n-i götürürəm. N-ləri götürürəm. 2 üstü n, 3 üstü n, 2 üstü n, 3 üstü n getdi. 2 vur 9 qaldı. Bu da neçə oldu? 18 oldu. Oldu hansı variant? D variantı. Başa düşdünüz bunu müəllimlər? İndi keçəyin nömrə neçəyə? 46-ya. 46 biraz çətinləşdirilmiş sualdır. Diqqətli olun. Nömrə 46-da deyir ki, düzbucaqlı var. Çəkirəm nə? Düzbucaqlı. Uzunluğu deyir 24-dür. Yox, uzunluğu 30-dur. Uzunluq çox olmalıdır axı. N 24-dür. İndi müəllimlər, bunun sahəsi nəyə bərabərdir? 24-ü nəyə vuracam? 30-a. 720 eləyir. Deyir ki, dəmir parçasından tərəfi 7 olan kvadrat şəkilli dəmir parçalarını ayırsaq, yerdə qalan hissənin sahəsi nə qədər olar? Yerdə qalanı soruşur müəllimlər. Bütöv burada kvadratlar neçə dənədir? 720 dənə nə var müəllimlər? 720 sahəsidir. İndi burada sahəsidir. Tərəfi 7 olan kvadratlara ayrılıb. İndi müəllim, biz nə bilək, burada neçə dənə kvadrat var? 30-u 7-yə böl, neçə dənə kvadrat eləyir? 1 kvadrat, 2 kvadrat, 3 kvadrat, 4 dənə kvadrat eləyir. Düz deyilmi? İndi kvadrat oxşamır, düzbucaqlı oxşur. Yəni 30-u 7-yə böləndə 4 düşür da. 4 dənə nəyim var? Kvadratım var. 1, 2, 3, 4. 24-ü də 7-yə böləndə neçə düşür? 3 düşür da. Elə müəllimlər. 1, 2, 3. 24-ü də 3-ə böləndə 3 dənə kvadrat olur.
İndi bu kvadratın da deyir tərəfi 7-dir. Bax bu kvadratdır. Tərəfi nədir? 7-dir. Kvadratın tərəfi 7-dirsə, bunun sahəsi nəyə bərabərdir? Sahə düsturunu deyin görün. Kvadratın sahə düsturu A nədir? kvadratı. A kvadratı. A kvadratı. 7-nin kvadratı nə eləyir? 49 eləyirmi? 49 eləyir. Yazıram. S kvadrat bərabərdir nəyə? 49-a. Bəs yaxşı, burada neçə dənə kvadrat var? 4 dənə burada, 3 dənə burada. Bəs bunun sahəsi nəyə bərabərdir? 12-yə. 49-u da 12-yə vurun. Neçə eləyir? İndi ona hesablayın. Axı, o qədər kvadrat var. 720 kvadrat yoxdur. Axı, orada qalıqlar qaldı. 37-yə böləndə qalıq qalmadı mı? 24-ü 7-yə böləndə qalıq qalmadı mı? Axı, orada kvadratlar indi bizdən qalan kvadratları soruşur. 49-u 12-yə vuranda 18, 9, 9, 4, 8, 588 elədi mi? 588 nəyim var? Kvadratım var. Bəs ümumi sahə nə qədərdir? 720-dir. Çıxıram nəyi? 588-i. Neçə qalır müəllimlər? 132 dənə nəyim qalır? 132 dənə olur da. Yerdə qalan hissənin sahəsi nədir? 132 dənədir. Yerdə qalanı tapmaq üçün böyükdən nəyə çıxmalıyıq? Kiçiyi. Yerdə qalan deyirsə, nə edirik? Böyükdən kiçiyi çıxın da yerdə qalanın sahəsini tapmaq üçün. Mən də sahələrdən sahəsini çıxdım. Sonra nömrə 47-yə baxaq. Nömrə 47-də bizə deyir ki, A üstü BC bərabərdir 64. Baxın, diqqətli olun. A plus B plus C cəmini tapın. Müəllim, BC deyir ki, A, B, C sadə ədədlərdir. Sadə ədədlərdirsə 2 gəlir. 2-dən sonra sadə ədəd nə gəlir? 3 gəlir. 3-dən sonra sadə ədəd nə gəlir? 5 gəlir də. Deyir, sadə ədədlərdir. İndi müxtəlif söz işlədirmi bizə? Müxtəlif söz işlədirmi bizə? İşlətmir. Onda 2 də 5 ola bilər. İndi baxır da vəziyyətə. İndi 64 2 üstü neçədir müəllimlər? 2-nin kvadratı 4-dür. 2 üstü 6-dır. İndi A buradan nəyə bərabərdir? A buradan nəyə bərabərdir? 2-yə. BC nəyə bərabərdir? Üstə bərabərdir də 6-ya. Hansı sadə ədədləri bir-birinə vuranda 6 eləyir? 2 vurulsun 3 6 eləmirmi? B 2-dir, C 3-dür. Ay müəllim, A da 2 oldu. A, B ayrı ədədlərdə axı, ayrı dəyişənlərdə axı. Müəllim, ikisi də 2 oldu. Bəs necə ola bilər? A ayrıdır, B ayrıdır. Axı, müxtəlif söz işlətmir. Ona görə eyni də ola bilər. A 2-dir, B 2-dir, C 3-dür. Cəmini soruşur. Eləyir neçə? 7. Oldu hansı variant? B variantı. Başa düşdünüzmü müəllimlər? Bəli, müəllimə. Aha. Nömrə 49-a baxağın. Nömrə 49-a baxağın. Deyir ki, AB bərabərdir nəyə? 150-yə. EBOB AB bərabərdir 5-ə. Sadə vuruqların hasilini tapın deyir. EBOB AB bərabərdir 5-ə. Sadə vuruqların hasilini ortaq olmayan, yəni C-ni tapın. C bərabərdir suala. İndi bizim C ilə əlaqəli düsturumuz EBOB AB nəyə bərabər idi müəllimlər? Kvadratı AB bərabər idi hansına? EBOB ən böyük hissə tərsinə böləyinə bərabər olurdu. İndi EBOB kvadratı nə deməkdir? EBOB vurulsun nə deməkdir? EBOB demək deyilmi? EBOB. AB-nin yerinə nə yazıram müəllimlər? 150 deyilmi? C-nin də özünü yazıram. EBOB AB bir dənə EBOB AB nəyə bərabərdir? 5-ə. 5 vurulsun 5 neçə eləyir? 25. Bərabərdir. 150 bölünsün nəyə? C-yə. İndi bunun məxrəci yoxdur. Nə yazıram? 1 yazıram. Kənar ədlərin hasili orta ədlərin nəyinə bərabər olacaq?
hasilinə bərabər olacaq. 25C bərabərdir nəyə? 150-yə. Vurmadır. Aşağıda nə olur müəllimlər? 150-ni nəyə bölürəm? 25-ə bölürəm. Neçə dəfə düşür? 6 dəfə düşür də. Olur hansı variant? Y variantı. Kim tənasibi bilmədi? Çal-çarpaz vururuq C-ni tapmaq üçün. Bildinizmi onu da? Nömrə keçək neçəyə? 50-yə. AB bərabərdir neçəyə? 360-a. Əkyob AB bərabərdir neçəyə? 60-a. 60. Natural ədədin sadə vuruqlarının hasilini tapın. Ortaq olmayan sadə vuruqlar. Ortaq olmayan nədir? C-dir də. İndi əkobun C ilə əlaqəli düsturu hansıdır? Kvadratı AB bərabərdir. Əkob ən kiçikdirsə tərsinə hasilinə ən böyüyə bərabər olmurmu? Ədədləri bir-birinə vuranda hasil ən böyük olur da. Ona görə mən hasilinə bərabər elədim. Bax bu düsturdur. Bunu bilməlisiniz. Belə yadınızda saxlayın. İndi əkob kvadratı nə deməkdir? Əkob vurulsun əkob demək deyilmi? AB-nin yerinə nə yazacağam? 360. Senin yerinə nə yazın? Özünü. Əkob 2 dənədir. 60-ı nəyə vuracağam? 60-a bərabərdir. 360 vurulsun C. Bu neçə eləyir? 3600 elədimi müəllimlər? 360 ilə 300 bərabərliyin o üzündəkindən bu üzündəkini ixtisar eləmək olur. C nəyə bərabər olur? Ona bərabər olur. Deməli, mənim cavabım nə olacaq? 10 olacaq, B variantı olacaq. Sonra nömrə keçək neçəyə? 51-ə. Bax, başa düşməyəndə mənə deyin, sizə orta məktəbdən başa salacağım. Onları ayrı qrupa daxil eləyəcəm həm də. B-1 ədədləri qarşılıqlı sadədir. A plus 3 B-1 bərabərdir 72 olarsa A plus B cəminin ƏKG-sini, ƏKG nədir? Baş hərfləri ən böyük, ən kiçik qiymətini tapın deməkdir. İndi nə edəcəm müəllimlər? Deyir ki, bunlar qarşılıqlı sadədir. Ardıcıl gələn ədədlər qarşılıqlı sadə olurmu? Bəli, müəllim, ardıcıl nə deməkdir? Dalbadaldır. Dalbadal gələn ədədlər qarşılıqlı sadə olur müəllim. 8 vurulsun 9 yazıram. 8 vurulsun 9, onda çıxaq nə olur? İndi müəllim, mən bilmirəm. Hansı hansına bərabərdir? B-1 mi azdır, A plus 3 mü çoxdur? Əlbəttə ki, çıxılan az olur. Ona görə azı nəyə bərabər eləyirəm? Aza bərabər eləyirəm. Çoxu nəyə bərabər eləyirəm? Çoxa bərabər eləyirəm. B bərabərdir 9, A bərabərdir 6. Oldu mu belə? İndi bizə deyir ki, A plus B cəminin 6 plus 9 da neçə eləyir? 15 eləyir. Vəssalam. Cəmini soruşur bizdən də A plus B cəmini soruşur. Aya 9 B, aya 6 B'yə 9 tapdım. Cəmini soruşursa toplayıram. Müəllim, bəs 72 8 vurulsun 9, 72 vurulsun 1 də qarşılıqlı. 1 ilə istənilən ədəd qarşılıqlı sadə olur axı. Bizə deyir ən kiçik qiymət. Ən kiçik qiymət dediyinə görə 8 vurulsun 9-u götürdüm. Ən böyük desə 72 vurulsun 1-i götürə bilərdim. Sonra nömrə keçək neçəyə? 52-yə. 120 ədədinin mürəkkəb bölənləri sayını tapın. 120 ədədinin mürəkkəb bölənləri sayını necə tapacağıq müəllimlər? 120-ni nə edəcəm? Sadə vuruqlara ayıracağam. 60, 2, 30, 2, 15, 3, 5, 5, 1. 60 nəyə bərabərdir? 2-nin kubu vurulsun, 3 vurulsun 5-ə bərabər deyilmi müəllimlər? Bəli. Aha. Bunun natural bölənlərini tapmalıyıq. Həmişə birinci bölən sözü varsa, natural bölənlərini birinci tapın. 3-ün üzərinə natural bölən deyəndə üstlərin üzərinə neçə gəlirik? 1 gəlirik. 1. 4 vurulsun, 2 vurulsun, 2, 16 elədi mi müəllimlər? Mürəkkəb bölən deyir. Burada
Bunlar nədir müəllimlər? Sadə bölən deyilmi? Sadə. Mürəkkəbdən sadəni çıxacam. Bir nədir? Bir nə sadə deyil, nə mürəkkəb deyil. Ona görə biri də çıxıram. O da neçə eləyir? 12 eləmirmi? Bəli. 12 eləyir. Deməli, mürəkkəb bölən deyəndə natural böləndən sadələri çıxın, mürəkkəbləri tapın. Başa düşdünüz bunu da? Sonra nömrə 53-ə baxalım. Nömrə 53-də bizə nə verib? A bərabərdir 2-nin kubu, 3 üstü 4, 5-in kvadratı. Cüt natural bölənləri sayını tapın. Cüt dediyinə görə bunu nəyə böləcəm? Cüt deyəndə nəyə bölürük? 2-yə bölürük. Cüt deyəndə həmişə 2-yə bölün, müəllimlər. Neçə eləyir? 2-nin kubunu 2-yə bölün. Neçə eləyir? Əsaslar eynidir. Üstlər nə olacaq? Bunun üstündə 1 var da yazılmayıb. 2-nin kvadratı eləyirmi? 2-nin kvadratı vurulsun, 3 üstü 4 vurulsun, 5-in kvadratı qaldı mı? Müəllim, burada bölən deyir. Bölən deyirsə, onda natural bölənləri tapaq. Natural bölən nədir? Üstlərin üzərinə neçə gəlirik? 1 gəlirik. Bərabərdir. 3, 5, 3. 9, 45. Oldu mu 45 dənə? Hansı variant oldu? A variantı. Sonra nömrə 54-ə baxalım. Nömrə 54-də A bərabərdir 2 üstü 4, 3-ün kubu, 7 üstü 5. Müəllim, tək natural bölənlərini deyir. Tək natural bölənləri deyirsə, müəllim, təkləri tapacam da. Birinci bölən deyirsə, nəyi tapacağıq? Natural böləni. Natural bölən üstlərin üzərinə 1 gəlmək deyilmi, müəllimlər? Hə? Bəli. Birinci bölən sözü varsa, həmişə natural böləni tapın. 5 vurulsun, 4 vurulsun, 6, 20, 120 elədi mi bu? Bəli. 5, 4, 20, 20 vurulsun, 20 vurulsun 6 düz elədik, hə? 120 dənə. İndi tək natural bölən deyir. Tək deyirsə 2 nədir? Təkdir yoxsa cütdür? Cüt. Ona görə bunu silirik. Təklər neçə dənə oldu? Təkin natural bölənləri neçə dənə oldu? 2 dənə. 4, 24 də. 4, natural bölən deyəndə üstlərin üzərinə 1 gəlir. 4, bir də 6, 24 dənə. Hə. 24 dənə. Tək 120. natural bölənləri. Müəllim, heç buna ehtiyac olmadı. Təkləri soruşurdu, elə 24 tapdım. Vəssalam. Bəli. İndi nömrə keçək neçəyə? 55-ə. A bərabərdir 3-ün kvadratı 5 üstü 4, 11 üstü neçə olur? 6 olurmu müəllimlər? Bəli. Natural bölənlərdən neçəsi 5-in bölünənidir? 5-in nəyidir deyir? Bölünənidir. Onda nəyə böləcəyik? Özü deyir da. Yəni deyir 5-i 5-ə bölgünən deyir da. 5-in bölünənidir deyir. Yəni bu bölünəndir deyir. Bölünür. Neçəyə bölünür? 5-ə bölünür. Ona görə 5-ə böldüm mən də. Əlavə heç nə eləmədim ki. 3-ün kvadratı 5 üstü 4-ü 5-ə böləndə üstündə 1 var axı bunun. Üstlər nə olacaq? Çıxılacaq. 5-in kubu qalacaqmı? Bu nə oldu? 5-in kubu vurulsun neçə oldu? 11 üstü 6 oldu mu müəllimlər? Bəli. İndi nəyi tapacağıq? Natural böləni tapacağıq. Bölənlər, natural bölənləri deyir. Üstlərin üzərinə neçə gələcəm natural bölən deyirsə? 1 gələcəm da. Neçə olacaq? 3 vurulsun, 4 vurulsun, 7. 12 vurulsun, 7. O da nəyə bərabərdir? 84-də. Olur hansı variant müəllimlər? D. D variantı. İndi nömrə neçəyə keçək? 56-ya keçəyin. Deyir ki, 3000 ədədinin natural bölənlərindən neçəsi 12-yə bölünmür? Natural bölənlərindən neçəsi 12-yə bölünmür? Birinci, bunun 12-yə böləcəyik ki,
natural böləndən bölünənləri çıxaq ki, bölünməyənləri tapaq da. Başa düşdünüz necə eləyək? Hə, müəllimlər? 3000-i nəyə böləcəm? 12-yə böləcəm. Neçə düşür? 3000-i 12-yə böləndə 250 düşürmü? İndi 3000-in natural bölənlərindən 3000-in natural bölənləri neçədir? 3000-i nəyə eləyəcəksiniz? Sadə vuruqlara ayırın. İndi mən məsələn tez tapa bilirəm. Məsələn, bu 30 vurulsun 100-dür. Bu 3 vurulsun 2 vurulsun 5. 100-də 5-in kvadratı vurulsun 4. 5-in kubu vur 4 vurulsun 2 vurulsun 3-dür. Məsələn, mən belə tapıram. 5-in kubu elə bil bircə dəqiqə. Bircə dəqiqə. Üzr istəyirəm. 3 vurulsun 2 vurulsun 5. Bəli. Bu da 2-nin nəyidir? Kvadratıdır. 5-in kubu, 2-nin kubu vurulsun 3. Mən belə tapıram. Əgər siz çətinlik çəkirsinizsə, bunu sadə vuruqlara ayırın. Burada görəcəksiniz ki, 2-nin kubu, 5-in kubu, 5-dən də 3 dənə olacaq və vurulsun neçə olacaq? 3 olacaq. Birinci bunun bölən deyirsə, natural bölənlərini tapın. 4 vurulsun 2 neçə elədi müəllimlər? 32 elədi mi? 32 elədi. İndi neçəsi? 32 dənə nəyi var? Natural böləni var. Bəs 12-yə böləndə neçə tapdım? Deyir ki, 12-yə bölünmür. Bölünmür. Mən birinci bölünənləri tapıram ki, çıxım bölünəni tapım. İndi 250-nin 5-in kvadratı vurulsun 5 vurulsun 2 deyilmi? 5-in kubu vurulsun 2 deyilmi? Natural bölən neçə olur? 4 vurulsun 2 8 oldu mu? 32-dən də 8-i çıxıram. Neçə oldu? 24 dənə oldu. Axı 8 dənəsi bölünməyəndir. 32-dən də 8-i çıxıram, bölünəni tapıram. Başa düşdünüzmü? Necə elədik? Birinci bölən deyəndə natural bölənləri tapırsınız. Bölünməyən deyəndə, bölünməyən sözü varsa, natural böləndən bölənləri çıxın, bölünməyəni tapmaq üçün. Müəllim, mən zəhmət olmasa bizə təkrar edərdiniz. Aha, yaxşı. Bax, 3000 Bölünməyən tapmaq üçün bax, bölünməyən bölünmür. Deyir ki, məsələn, deyirəm ki, 3000 ədədinin natural bölənləri. 3000-in natural bölənlərindən neçəsi 12-yə bölünmür? 3000-in natural bölənləri neçə oldu? Hə, müəllimlər? 3000-in natural bölənləri neçə oldu? Sadə vuruqları neçə oldu? 5-in kubu vurulsun 3 oldu mu? İndi bunun natural bölənləridir. Ağzında deyir natural bölənləri. Üstlərin üzərinə neçə gələcəm? 1 gələcəm daha. 1 üstə gəlinsin 1. Neçə eləyir? 4 vurulsun 2 vurulsun 2. Neçə elədi müəllimlər? 16 elədi mi? 32 olmalıydı. 16. Burada Yox, 5-in 16. kubudur. 4 üstə gəlinsin 1. Yox, 4. Bircə dəqiqə. Üzr istəyirəm. 5-in kubu vurulsun 3. Natural bölən deyəndə üstlərinin üzərinə 1 gəlmirikmi? Aha. 4 vurulsun 4 vurulsun 2. 32 dənə elədi mi? Natural böləni nəyə bərabər oldu? 32-yə bərabər oldu. Yox, bunu saxlayırsınız. İndi deyir ki, 12-yə bölünmür. Axı, mən nə bilim 12-yə bölünmür. Ona görə birinci 3000-i 12-yə böləcəm ki, bax, 3000-i nədir? 3000-in sadə vuruqları nədir? 2-nin kubu, 5-in kubu 3 deyilmi? 12-yə bölünəni tapacam. 12 neçədir? 12 neçədir? 4 vurulsun 3 deyilmi? Hə? 4 də 2-nin kvadratı vurulsun 3 deyilmi? Belə də yaza bilərsiniz. 2-nin kubunla 2-nin kvadratı üstlər çıxılır, nə qalır? 2 qaldı mı bir dənə? 3-lər də getdi. 5-in kubu qaldı mı? Bu nədir? 12-yə bölünəndir. 12-yə bölünəndir bu.
12-yə bölünənin natural bölənləri neçə dənədir? 1-in üstünə 1 gəlirəm, 3-ün üstünə 1 gəlirəm. Neçə elədi? 8 dənə oldu mu? 8 dənə 12-yə bölünənim var. Məndən də bölünməyəni soruşur. Bölünməyəni soruşursa, çoxdan nəyə çıxıram? Azı çıxıram. Neçə dənə qalır? 24 dənə nəyim olur? Bölünənim olur. Yox, 24 dənə 12-yə Bölünmə. bu bölünən idi. Bu bölünən idi. Bax, bölündü. Gördünüzmü? 8 dənə bölünən var. 24 8 dənədə, 12 ay bölünən sağ ol, 24 dənədə nə oldu? Bölünməyən oldu. Vəssalam. var. Deməli, nə istəyir?